qaldırırsan. Çıxdı yerindən Ayağa düşürmürsən, asla qapını. Balam nə oldu? Yan gördü. Az nə oldu be? Keç görüm hə. Ay Mahirə xala, bu nədir? Gör nəvən neyniyib? Vurub uşağın başını partladıb. Belə bəla olar. İstəyən görmür. Bunu sənan eləyir. Nə vaxt eləyir? Nə vaxt eləyib? Ye durda yetim çəvə, vurub uşağın başını gör nə günə qoyub. Adı Sənan! Buraya gel görüm. Adı eşitmirsən, buraya gel. Tez gel. Bunu sən eləmsən? Yok. Bayaq ona görə bu vəziyyətdə gəlmişdir evə. Yok. İndi cəmaatı mən nə deyim, hə? Vurub xalqın uşağının başını partlatmısan. Bak sen. İçin balası. Küçük, bəlkə vurduğun da sonun başına yox gözünə dəyəydi. Neyniyəcəkdin? Mənim aman zaman bir dənə balam var Mahirə xala. Bəlkə onun başı yox gözü çıxıydı. Neyniyəcəkdin? Ay mən- Nə cavab verəcəkdin mənə? Ay mələk, qurban olum, sən Allah bağışla. Bayaq evə gəldi, dedi uşaqlarla oynamışam. Allah Allah Allah. Mən nə bilim ki, bu qudurmuş. Gəlib uşağın başını partlatacaq. İndi belə çıxır ki, sənin nəvən gündə bir dənə uşaq döyəcək məhəllədə, mən də durub baxıcıyam. Göndərəydin də anası ilə, neş göndərmədin? Mənim uşağımın günahı nədir? Hə? Görüm zəlil olsun, başı batsın. Vallahi evdə basıb gözünü çıxardacağam. Abla, gəl buraya baxım. Gəl buraya. Burada heç nə yoxdur ki. Yok ya. Elə belə şeydir ki. Ay arvad, nə danışırsan? Görmürsən başı nə gündədir? İndi bunun başı yaralı aparsan polisə, orada da cavabı verə biləcəksən ki, heç nə olmayıb. Nə polis? Ay mələk, biz neçə ilin qonşusuyuq. Ayıb da axı, polis nədir? İndi uşaqdır da, bir işdə olub da. Uşaq yıxıla-yıxıla böyüyər. Ay mələk, bu nə var ki orada? Hadi görürsən, sənə görə söz qalmadı, eşitməyim, gözün çıxsın, zəlil olasan. Mələk, qurban olum, sən tanıyırsan bizi, mənim Azad balamı da tanıyırsan. Bir yerdə böyümüsünüz ki, bir qələt də eləyib keç günahından. Uşaqdır da bilməyib, sən ala bağışla onu, bir də eləməz. Yaxşı Mahirə xala, bu dəfə sənə görə bağışlayıram, amma bir də onu uşağımın əndəvərində görməyim. Həyasızın balası. Of Azad, of. Niyə məni səndən tək qoyub getdi? Allah bilir nə qədər oyun açacaqsan başıma. Deyən, hamısını bir-bir Atova zəng eləyib deyəcəm. Deyəcəm nə oyunlardan çıxmısan. Deyən. Atama heç nə demə. Zəhrimar heç nə demə. Hamısını deyəcəm. Bir-bir deyəcəm. Deyən. Nənə nə olar atama heç nə demə. Kəs səsini küçük. Hamısını deyəcəm. Hələ soruşuram deyirsən ki, Allah haqqı oynayırdım. Allah qənibin olsun sənin. Hanı mənim Zəhrimar telefonum? Hanı? Deyən. Hamısını deyəcəm mən. Həyasızın balası. Ay Azad, niyə məni bu yekə başına tək qoyub getdin? Başıma min oyun açır burada. Sən məni eşidirsən ay bala? Eşidirəm. Nə olub yenə? Neyniyib sənə? İndi qoyub gəlmişəm ki sizi. Elə sənin getməyimi gözləyirmiş. Getdi xalqın uşağının başını yardı gəldi. Nə danışırsan ey sən? Necə başını yarıb? Yanındadır indi. Hə, yanımdadır. Uşağın da anası gəldi üstümə. Dedi polisə verəcəm, sizi tutturacam. Mən indi neyniyim, hə? Ağzından çıxanı dedi mənə. Bəs sən hara baxırdın ay ana? Niyə imkan verirdin çıxsın məhliyə? Bu canı yanmış mənim sözümə qulaq asır ki. Dedim getmə ay bala, getmə, qaxıl otur yerində. Sözümə qulaq asmadı ki, qaçdı getdi. Ver telefonu ona. Hala, at onu səninlə danışmaq istəyir. İstəmirəm. Qələt eləyirsən, o da tut da, tut, at onunla danış. Alo. Alo. Sənan, Ata mən Sənan, sənən düz deyir. Neynəmsən sən? Mən gedəndə səninlə danışdım axı. Niyə belə eləyirsən? Utanmırsan sən? Bu nə hərəkətdir? Axırıncı dəfə olsun. Eşitdin məni? Bir də səndən mənə şikayət gəlsə səninlə başqa cür danışacağam. yaxşı. Ver telefonu nənəyə. Abala, indi nətər olacaq? Mən bundan bir həftə tək qalacağam.
Oğlum, geri qayıda bilməzsən. Gələ bilməzsən. Ay ana, hara gəlim? Hələ getdiyim heç bir gün olmayıb. Necə nətər olacaq? Evdədir də, müğayət oldu uşaqdan. Eşitdim bala, eşitdim.